Salam dəyərli izləyicilər. Bu dərsimizdə Günəşin düşmə bucağı ilə bağlı məsələlərin izahına baxırıq. İlk öncə onu qeyd edək ki, Günəşin düşmə bucağı ilə bağlı məsələlərin həllində hər zaman düsturdan istifadə əlverişli bir üsul deyil. Düsturdan istifadə etmədən də bu tipli məsələləri qısa və sadə yolla izah etmək və həll etmək mümkündür. İlk öncə onu bilməliyik ki, Günəş yer kürəsində 20,5 şimal enliyi ilə 20,5 cənub enliyi arasında zenitdə olur. İkinci, yer kürəsində Günəş şüaları 0 və 90 bucaq aralığında düşür. Üçüncü isə enliklərin dərəcə qiyməti 0,90 şimal enliyi və 0,90 cənub enliyi arasında dəyişir. Və həmçinin də biz yaz gecə-gündüz bərabərliyi, payız gecə-gündüz bərabərliyi, həmçinin yay və qış gündönümləri günündə Günəşin hansı enlikdə zenitdə olduğunu bilməliyik. Yaz və payız gecə-gündüz bərabərliyi günləri 21 mart 23 sentyabr tarixlərində, yəni Günəş ekvator üzərində zenitdədir. Yay gündönümü günü 22 iyun tarixində Günəş 20,5 şimal enliyi, yəni şimal tropik üzərində zenitdədir. Qış gündönümü günü, yəni 22 dekabr tarixində Günəş cənub tropiki 20,5 cənub enliyi üzərində zenitdədir. Bundan sonra məsələ həllərinin izahına baxa bilərik. Məsələ 1. Günəş 20 şimal enliyində zenitdə olarsa, 15 cənub enliyinə nə qədər düşər? İlk öncə onu qeyd edək ki, düstur yazmadan da enlikləri qeyd etməklə Günəşin düşmə bucağı tapıla bilər. Sağ tərəfdə enliklər qeyd olunacaq, sol tərəfdə isə Günəşin düşmə bucağı. Və hər zaman yadda saxlayaq ki, Günəş hansı enlikdə zenitdədirsə, həmin enliyə Günəş 90 bucaq altında düşməlidir. Bu məsələnin həllində isə qeyd olunur ki, 20 şimal enliyində Günəş zenitdədir. Deməli, 20 şimal enliyinə Günəş şüası 90 bucaq altında düşəcək. Bu zaman 15 cənub enliyinə hansı bucaq altında düşər? X. Və belə bir qayda çıxır ortaya. Enliklər arasındakı dərəcə fərqi düşmə bucaqları arasındakı dərəcə fərqinə bərabərdir. 20 şimal 15 cənub. Biri şimal, biri cənub yarımkürəsi olduğu üçün toplayırıq. 35 dərəcə. Deməli, düşmə bucaqları arasındakı fərq də 35 dərəcəyə bərabər olmalıdır. 90 minus 35 edəcək 55 dərəcə. Deməli, Günəş 20 şimal enliyində zenitdə olan zaman 15 cənub enliyinə 55 bucaq altında düşəcək. Məsələ 2. Günəş 15 şimal enliyində zenitdə olarsa, hansı enliklərə 40 bucaq altında düşər? Burada bizdən enliyi soruşur. Bundan ötürü yenə də zenit məntəqəni qeyd edirik. 15 şimal enliyi. Zenit isə Günəş şüası 90 bucaq altında düşməlidir. Və 40 bucaq altında Günəş şüasının düşdüyü məntəqələr həm şimal enliyində yerləşə bilər, həm cənub enliyində. Yəni iki məntəqədə yerləşəcək. Həm şimalda, həm cənubda. Nə qədər düşəcək? Günəş şüası 40 bucaq altında. Günəşin düşmə bucaqlarını qeyd edirik. Bundan sonra məntəqələri tapa bilərik. Yenə də əvvəlki qaydadan istifadə edirik. Düşmə bucaqları fərqi 90 minus 40 50 dərəcə, 90 minus 40 50 dərəcə. Və bu zaman enliklər arasındakı fərq də 50 dərəcəyə bərabər olmalıdır. 15 şimal məntəqə də şimalda yerləşdiyinə görə 15-in üstünə 50-ni gəlirik. Edəcək 65 dərəcə. Bu birinci məntəqəmiz 65 şimal enliyi. İkinci məntəqəmiz isə 15 minus 50. Edəcək mənfi 35. Enliyin qiyməti mənfi ola bilməz. Bu o deməkdir ki, məntəqə cənub yarımkürəsində yerləşir. 35 cənub enliyi. Məsələ 3. Günəş 7 cənub enliyində zenitdə olarsa, hansı enliklərə 34 bucaq altında düşər? Yenə də zenit məntəqəni qeyd edirik. 7 cənub enliyi. Zenit məntəqəyə Günəş şüası hər zaman 90 bucaq altında düşməlidir. Və bu zaman yenə də məntəqənin biri
zenitdən şimalda, biri isə cənubda yerləşəcək. Günəş şüası 34 bucaq altında düşüb. Yenə də düşmə bucaqları arasındakı fərqi tapırıq. 90 minus 34 bu edəcək 56 dərəcə. 90 minus 34 56. Və deməli, enliklər arasındakı dərəcə fərqi də 56 dərəcəyə bərabər olmalıdır. Şimaldakı məntəqəni axtarırıq. 7 minus 56. 7-dən 56 çıxdığımız zaman qiymət mənfi alındığı üçün deməli şimal yarımkürəsinə keçib. Bu edəcək 49 dərəcə şimal enliyi. İkinci məntəqəmiz isə 7 plus 56, bu da edəcək 63 dərəcə cənub enliyi. Məsələ 4. 25 şimal enliyinə günəşin düşmə bucağı 30 olarsa, günəş hansı enlikdə zenitdə olar? Eyni qayda ilə enliklərimizi qeyd edirik. 55 şimal enliyi. Bildiyimiz kimi 55 şimal enliyindən günəşin zenitdə olduğu məntəqə cənubda yerləşməlidir. Ona görə şimalda 55 şimal enliyini qeyd edirik. Yuxarı hissədə yəni. Günəş şüası nə qədər düşüb? 30 dərəcə. Bu halda günəş harda zenitdə olar? Zeniti axtarırıq və bildiyimiz kimi zenit məntəqəyə günəş şüası 90 bucaq altında düşməlidir. Yenə də düşmə bucaqları arasındakı fərq 60, 55 və enliklər arasındakı dərəcə fərqi də 60-a bərabər olmalıdır. 55 minus 60 eləyəcək -5 qeyd etdiyimiz kimi, yəni 5 cənub enliyi olmuş olacaq. Çünki dərəcənin enliyin mənfisi olmaz.